Əgər okeanın dibinə enmiş olsaydın, nə baş verərdi? Gəl birlikdə vizual olaraq okeanın dərinliyinə enək. 0 metr. Səttəsən. Hər şey sakit. Günəş var, işıq var, balıqlar var. Burada hiss etdiyin təzyiq hər kvadrat santimetrə 1 kiloqramdır. Buna atmosfer təzyiqi deyirlər. Bədənin buna o qədər öyrəşib ki, hiss etmirsən. 10 metr. Dalğıçlar buraya qədər inə bilirlər. Təzyiq artıq 2 qat artıb. Qulaqların sıxılmağa başlayır. İşıq hələ var, amma azalır. 200 metr. Günəş işığı buraya çatmır. Artıq qaranlıqdır. Temperatur kəskin şəkildə düşür. Burada yaşayan canlılar öz işığını özü istehsal edir. Buna biolüminesans deyirlər. Dənizin dibindəki canlılar qaranlıqda parıldayır. 1000 metr. Təzyiq 100 atmosferdir. Yəni, hər kvadrat santimetrə 100 kiloqram ağırlıq düşür. Buraya xüsusi sualtı gəmilər olmadan çatmaq mümkün deyil. İnsan bədəni bu dərinlikdə 1 saniyə belə davam gətirə bilməz. 4000 metr. Titanik gəmisinin qalıqları buradadır. Soyuq, qaranlıq, səssiz. Təzyiq 400 atmosferdir. 11000 metr. Mariana çökəkliyi, okeanın ən dərin nöqtəsi. 10994 metr. Bura Everest dağından 2 kilometr daha çoxdur. Buradakı təzyiq 1000 atmosferdir. Hər kvadrat santimetrə 1000 kiloqram. Bəs orada həyat varmı? Bəli. Mariana çuxurunun dibində bakteriyalar, xərçəngkimilər, hətta balıqlar tapılıb. Heç işıq olmayan, dəhşətli soyuq olan, misilsiz təzyiq altında olan bu yerdə həyat var.